Salam əziz dostlar, kanalıma abunə olub like atmayı unutmayın. Bu günlər mən sizə dərs keçəcəyəm. Batareya cihazları enerji ilə əhatə edir. Naqil dövrə elementini enerji ilə birləşdirir. Lampa elektrik enerjisini işıq enerjisinə çevirir. Elektrik motoru elektrik enerjisini kinetik enerjiyə çevirir. Səs enerjisi elektrik enerjisini səs enerjisinə çevirir. Açar açıq halda sönür, qapalı halda isə yanır. Məsələn, açar batareya pərlə işləyən elektrik motorunun sxemini göstərəcək. Biz bunu düzəltmişik və sizə göstərəcəyik. Buyurun. Məsələn, indi sizə başa salaq. Bunun batareyadakı enerjini motora ötürür. Motor isə açar yandıqda başlayır işləməyə. Ancaq açar söndükdə isə enerjidən ayrılır. Ona görə də enerjini ötürə bilmir. İndi sizə göstərim. Məsələn, yandırdıqda baxın, enerjini ötürür. Batareya enerjini ötürür motora. Motor isə işləməyə başlayır. Pərləri işləməyə başlayır. Ancaq biz bunu indi söndürdükdə işləmir. Çünki bunun səbəbi isə enerjidən ayrılmasıdır. Bu qədər. Sağ olun.